Salam, əziz izləyicilər. İndi mən sizə kompüteri necə təmizləməyi, necə donmasının qarşısını alma yolunu öyrədəcəm. Ən əvvəl biz burada koordinat deyilən bir yeri daxil oluruq. İndi gördüyünüz kimi məndə boşdur. Əgər sizdə bu koordinat, yəni zibil qabı sizdə doldursa, sonra silib təmizləməlisiniz. Baxın, indi məndə boşdur. Eğer olursa burada problemler olacak. Onlar siz temizlemezsiniz, silmezsiniz. Sonra kompüter yazılan bir programı daxil olur. Kompüter programını və gözləyirik. Baxın, kompüterimdə var. Görsüz ki, donur. Mən onu temizleyeceğim. Şimdi əvvəlcə biz OS yazsa diski və D diski nasıl olursa fark etmez. Ama D diskinden istifade edeceğiz, daha yaxşı olar. Ben D diskinden istifade edirəm. Və burada yazıcı Voice var. Yəni biz buna daxil oluruq. Və burada açıq diska gördüyünüz yerə daxil oluruq. Burada bu qırmızılar, yəni ki burada səhvlərdir, yəni pis olan şeylərdir. Göylərsə yaxşıdır. Biz buna bir basırıq, sonra daxil olsa da olmasa gözləyirik. Sonra C diskinə biz daxil oluruq. Və burada fikir verək, yalnız göylər azdır, qırmızılar. Yəni açıq disk basırıq. Və bir dəfə gözləyirik və bir proqram açılacaq. Bəli, açıldı və belə bir proqram açılır və açıq diska, yəni diskin təmizləmir. Bu biraz uzun çəkən proqramdır və biz bunu gözləyəcəyik olsun. Biz her zaman kompüter açacaqda abonavit və ya virus atmalıyıq. İncisində refresh, Türkcədə isə yenili, Azərbaycan yenilisi. Təzələ. Ben size tez dolu artık. Mən stabil artıq dolu və biz indi gözləyəcəyik. Mən də olmasa artıq bütün öyrən sistemini artıq edə bilərəm. Və sonra biz proqramlarımız artıq Google, Yandex, Torch, bunları da mən düzgün tutacağım. Belə. Orada indirilenler temizlemeliyiz. Ben dediğim gibi üreteceğiz. Kompüteriniz
donması qarşısı alacaq və siz əsasda bir dəqiqə cizli kompüterlərdən point blank tanklandığı istifadə olunur və bu oyunları oynadıqda kompüterin içində olmayacaq və point blank kompüterə yükləyəndə açacaq. Mütləqa yükləyəcək. Bu cümlə bu qədər. Gəlin dəfə mən sizə Facebook hesab açmalı, Skype hesab açmalı və YouTube'da ya da Google Plus'da registrasiya olmağı öyrədəcəm. Sağ olun. Bəli, bu cümlə bu qədər. Sağ olun.